İzləyicilər, bir daha salamlayırıq. Bugün Orxan qardaşımızın ocağındayıq. Orxan vətən üçün canından keçən, tək ki vətən sağ olsun deyən qəhrəmanlardan biridir. Bugün Orxan qardaşımızı böyük başa çatdırıb, əziyyətini çəkən ananın yanındayıq. Bugün Orxanın zəhmət və əziyyətlə pul qazanıb gətirib və Orxanı Orxan edən atanın yanındayıq. Bugün mehman kişini indi Orxan şəhid oldu, vətən uğrunda qurban canını verdiyi üçün gələndə deyirlər şəhid atası. Dərhal duraraq baş əyib qarşılarında və hörmətlə dərin minnətdarlığını bildirir və yer göstərirlər. Çünki bugün şəhidlərimizə görə rahatıq, sərbəstlik, azadıq. 30 il işğal altındakı torpağa 44 günə bax bizim Orxan və Orxan simasında qəhrəmanlarımız azad etdi. Dəyərli anam, ilk sözü sizdən götürmək özümüzə borc bilirik. Bugün Orxan sənin elə bir övladındır ki, valla bugün həqiqətən zaman keçsə də belə yenə də Orxan kimlər və Orxanın simasında bütün şəhid qəhrəmanlarımız yaddan çıxmayacaq. Bir qəhrəman anası kimi bir iki kəlmə sizdən eşidək. Buyur. Misal elə bir Allah əvvəla sizin canınızı sağ eləsin. Gəlib bunları çəkib işıqlandırırsınız. Sonra da Allah ordumuzu qorusun. Amin. Allah səngərdə olan əskərlərimizi qorusun. Elə mənim öz oğlum da biri hərbidədir. Allah onu qorusun. Allah hamısını qorusun. Tək özüm dua eləmirəm, hamısına dua elərim. Allah bütün Azərbaycanımızın üstüne bu müharibə otun götürsün. Amin, amin. Teşekkür ederim. Çok güzel sözler dedin. Anam, sen bizim anamızsan, müqəddəs bir insansan. Biz sizi sabahki, belə deyim, Ramazan bayramımızı təbrik edirik. Elə bir ki, biz də sənin bir Orxan övladınıq. Valla, biz hər zaman istəyirik sizlərin yanında olaq. Vaxtdan istifadə edirik. 210 şəhidimiz var. Onları bir-bir ziyarət etməyə özümüzə borc bilirik. Hələ ki 210'u ziyarət edə bilməmişik. Ona görə elə bilirəm şəhid valideynlər də bizi bağışlayır. Biz də çalışırıq. Biz könüllülərik. Biz yəni özümüzdən, öz içimizdən gələnlərdir. Bizə kimsə dəstək deyil ki, sən bu gün bunu eləməlisən. Bizim boynumuzda olduğu borcu bilərək içimizdən gəlir edirik. Var olasan, qarşında baş əyirəm hanım. Rəhman hanım, sən elə bir atasan, vallah, bugün övladı vətən uğrunda qurban versən də belə, başı dik tutsan, təki vətən sağ olsun, hər zamanda xalqın yanında olursan, xalqın çətinliyi olarsa dərhal özü narahat hiss edirsən. Çünki övladın vətən uğrunda qurban canını veribsə, bugün də xalqın yaxşı yaşaması üçün hər zaman kimi bugün də elə istəmirsən. İstərdim ki, bir qəhrəman atası kimi bir iki kəlmə sizin də dilinizdən eşidək. Buyur. Sağ olun. Çox sağ olun gəldiyinizə görə bir sağ olun. Həmişə elə sən bizim canımızdasan, işıqlandırırsan. Allah sənin də canı salamat eləsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, uzun ömür arzu edirəm, şəfa diləyirəm. Əskərimizi, zabitlərimizi qorusun, Allah təala qorusun. Amin. Bayrağımızı qorusun. Amin. Prezidentimizə canı salamat eləsin. Allah sənin də bayramı təbrik edirəm sənin. Neçə belə bayramlar keçidəsən. Təşəkkür. Yoldaşı ilə, Təşəkkür. Təşəkkür. Sənə də can sağlığı, uzun ömür arzu edirəm. Təşəkkür, var olasın. Sağ ol, var ol. Var olasan. Dəyərli ata, dəyərli ana, hər ikisinin qarşısında baş əyirəm və sizlərin simasında bütün şəhid ata-anaların qarşısında baş əyirəm. Bəli, bugün bizlər üçün, xalqımız üçün canından keçən, bədənini müəyyən hissəsən vətən uğrunda qurban verən, gecəni səhərə qədər sızıltı ilə açan qazilərimiz var. Allah o qazilərimizə şəfa versin. Veteranlarımız var, 44 gün vuruşaraq şəhid qazilərimizi çıxartdılar. Allah onlara can sağlığı versin. Bəli, bugün ordumuz var. Havada, suda, quruda gəzirlər və səngərdə qoruyaraq bizləri təki vətən sağ olsun deyərlər, isti soyuq bilmədən. Allah o ordumuzu qorusun. Əlbəttə, Biləsuvarımızın canlı qəhrəmanı Hikmət Mirziyev, Allah ona can sağlığı versin. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin və bir daha qarşısına baş əyirəm. Orucluq bayramı münasibəti ilə bütün şəhid ailələrini təbrik edirəm. Var olasın. Biz də təbrik edirik, yenə deyirəm, sənin də bayramı təbrik edirik. Sana can sağlığı, uzun ömür arzu edirəm qardaş. Var olasın.